Hədid surəsinin bəzi ayələri var, onu işləyəcəyik. Burada belə bir ayə var ki, ümumiyyətlə Quranda məsəl üçün başdan ayağa oxusanız heç bir dənə demək olar ki, bu şəkildə olan surəyə, ayəyə rast gəlməzsiniz. O, yəni nə demək istəyirəm? Məsəl üçün əgər müsəlmanlardan, möminlərdən, inam gətirənlərdən danışılırsa və cənnətdən və onların mükafatlarından danışılırsa, dərhal keçid olur, kafirlərdən mövzu açılır və keçid eləyir və yaxud müşriklərdən keçid eləyir və yaxud da ki, əksinə, görürsən ki, kafirlərdən, müşriklərdən, cəhənnəmdən, danışdığı olan əzabından dərhal keçid olunur kimə? Bu dəfə keçid olur inam gətirənlərə, müsəlmanlara və onlara cənnətdən və onların mükafatlarından söz açılır. Burada isə çox maraqlıdır ki, gəlin baxaq görək ki, burada Allah möminlərdən danışanda keçidi dərhal hara edir? Kimlərə nəzər saldırır burada bizə? Lənətlənmiş şeytandan Allaha sığınıram. Bismillahirrahmanirrahim. O gün görərsən ki, mömin kişilərin və mömin qadınların nuru onların önlərindən və sağlarından yayılır. Deməli, Allah dedi ki, mömin kişi və mömin qadınların nuru önlərindən və önlərindən və sağlarından işıq, nur saçacaq. Sollarından demir. Diqqət edin, orada, məsəl üçün, başqa ayələrdə deyirsiniz ki, burada sol niyə deyilmir? Niyə ümumiyyətlə əhatə olunmur nurla? Öndən gedir mövzu, bir də mövzu gedir sağdan. Bu, indi mən öz fikrimi deyirəm, öz düşüncəmi deyirəm. İndi bilmirəm dəqiq nəyə görədir, onu doğrusunu Allah bilir. Mən sadəcə öz fikrimi, öz düşüncəmi demək istəyirəm ki, sol tərəf ki, sağla sol yazılır mələklər tərəfindən xeyir əməl və yaxşı əməllər və pis əməllər. Ola bilər ki, o pis əməllər ki, sol tərəfdə yazılır, ona görə nur orada nur olmur. İndi başqa ayədə məsəl üçün Allah deyir ki, onların nurları sağlarından, önlərindən və sağlarından olacaq. Onlar da Rəblərinə səslənib deyəcəklər ki, Rəbbimiz bizi bağışla və bizim nurumuzu nə et? Tamam kamal et. Yəni, solumuzda hər yerimiz əhatələnsin bizim nurumuz. Yəni, günahlarımızı bağışla və nə et? Bizi nurumuzu tamam kamal elə. İndi ola bilsin ona görə ki, sol tərəfdə günahlar yazılır. Ola bilsin ki, ona görə sol tərəf hələ nurla əhatə olunmayıb. O, daha sonra Allahın rəhməti ilə, bağışlanması ilə o da əhatə olunsun. Allah duamızı inşallah qəbul eləsin və bizi əhatəli olaraq nurla əhatə olunanlardan eləsin inşallah. Deməli, bu mənim fikrimdir. İndi daha doğrusunu təbii ki, Allah bilir. Orada inşallah Allah nəsib eləyərsə görəcəyik ki, necə, nədir, nətərdir. Amma bizim burada indi düşüncələrimiz budur ki, yəni biz nə indi düşünürük? Allah deyir ki, Quranı oxuyun və onun sizə asan olanı oxuyun. Yəni mənə bugün asan olan düşüncəmə budur və mən bunu oxuyub belə düşünürəm. Yenə deyirəm, təbii ki, daha doğrusunu Allah bilir. Davam edək. Bugün sizin müjdəniz cənnətdir ki, altından çaylar axar, onlar əbədi qalacaq. Orada əbədi qalacaqsınız. Bu əsl böyük uğurdur, Allah buyurur. İndi dərhal indi onlardan ki danışır, indi keçid eləyəcək. Baxaq görək kafirlərə, müşriklərə, kimlərə keçid olunacaq. Baxaq görək ki, keçid olunur kimə? O gün münafiq kişi və münafiq qadınlar inan gətirənlərə deyəcəklər. Demək kimə keçid etdi? Münafiq kişi və münafiq qadın. İndi münafiq kişi və münafiq qadınlar kimdir desəz, Allah bir çox ayələrdə münafiq kişilərdən danışanda gəlib biz indi bilək bütün ayəni, o münafiq keçən hansı ayələr var, onlara baxsaq, baxıb görəcəyik ki, münafiqlər namaz qılıblar, münafiqlər oruç tutublar, münafiqlər zəkat veriblər, münafiqlər Peyğəmbər əleyhissalatu vesselamla nə ediblər? Bir yerdə nə ediblər? Cihad da eləyiblər, vuruşublar da, savaşıblar da və s. Yəni ki, onlarla bərabər olublar. Amma onların hansısa bir sifətləri, kачествоları var ki, onları müsəlmanlardan ayırır. O da nədir? Gələcəkdə yavaş-yavaş indi çatdırmasam, yenə dediyim kimi, iki hissəyə bölərəm, birinci hissə, ikinci hissə. Orada tamamlayaram fikrimi ki, münafiqlər barəsində nədir, bəzi ayələrdən açıqlama verərəm. Deməli, o gün münafiq kişilər və münafiq qadınlar inam gətirənlərə deyəcəklər. Nə deyəcəklər? Baxaq görək, onlar nə deyəcəklər? Onlar deyir ki, bizə baxın ki, nurunuzdan alaq. İndi belə bir mənzərə lazımdır bizə düşünək ki, baxaq görək ki, bizə baxın, niyə bizə baxın ki, nurunuzdan alaq? Nə məsələdir? Bizi gözləyin, biz sizə çataq, bizim sizin nurunuzdan alaq, bizi gözləyin, bizə baxın. Səbəb nədir burada? Yəni, belə bir mənzərə lazım birinci öncə canlandırmaq beynimizdə ki, qiyamət günüdür, ay parçalanıb, günəş sönüb, ondan sonra ulduzlar səpələnib, qiyamət günüdür. Yəni ki, burada bir ışıq qaynağı yoxdur ki, deyək ki, filan yerdən bir hardansa ışıq gəlir. Yox, ışıq yoxdur. Hər yer zülmətdir.
Əlifə baxsan qarşında əlifi belə görməzsən. Elə bir şəkildədir, yəni ki, hər yer zülmətdir. İndi burada nə olur? Öncə təbii ki, burada müsəlman, mömin kişilər qalxmalıdır öncə. Biraz irəliləyib ki, Allah deyir ki, onlar səslənib çağırılacaq və onlar çağırıldığı yerə gedəcəklər. Yəni hansı o yerdir ki, o çağırılan yer ki, ora istiqamət tutub möminlər, müsəlmanlar, insanlar gedəcək və orada birinci müsəlmanlar, möminlər çıxmalıdır ki, onlar biraz geçsin, aralansın, sonra münafiqlər qalxmalıdır ki, onlar görsünlər ki, irəlidə kimsə var, kimsə gedir və əlində nəsə bir işıq var, fakil var, alov var, nəsə işıqlandırır onların qarşısını, qabağını. Onlar onlara arxadan baxır və görürlər ki, onlar neynir? Qabaqları işıqdır, amma bunlar qapqara qaranlıq içində qalıblar. İndi onlar deyirlər ki, neynin? Nəzər salın bizə, səslənirlər onlara ki, məsəl üçün, kim adını çağırırsa, kim tanıyırsa adını çağırır, kimi belə səslənir, çağırır. Axır ki, səsləyib onları çağırırlar ki, gözləyin bizi, biz də o nurdan, o işıqdan faydalanaq, biz də Allah üçün qaranlıqda qalmışıq. Onların ağlına gəlmir ki, tema nədir, mövzu nədir? Sadəcə o işığı əldə etmək üçün onlara çatmaq istəyir. Və burada nə deyir ərəb dilində? Burada ərəb dilində deyir ki, bizə baxın ki, nurunuzdan alaq, nəqdə biz, nədir? Yəni, tutam ki, mənim əlimdə bir şam var, alovu yanır. Sən gəlib deyirsən mənə ki, ver mənə o alovu, yaxınlaşdırın məndə, öz şamımı yandırın və mən də istifadə edeyim o alovdan, faydalanım. Yəni, mən burada o şamı sənə uzatsam, sənə yandırırsam, mənim o alovum nə azalmayacaq, nə işığım azalmayacaq, heç nə olmayacaq, uzada bilərəm sənə, yandıra bilərsən. Yəni ki, burada onlar da onu düşünür ki, bunların əlində nə var? Bir fakir var, nəsə bir alov var, nəsə bir şey var ki, bunlar, yəni yəqin ki, fənər düşünmürlər, nə üçün? Çünki fənər qalxıblar, görürlər ki, hər yer dağılıb, məhv olub, gecək, bütün orada durub hardasa fənər batareya tapmayıblar ki, yəqin fikirləşirlər ki, hardasa nə bilim, ola bilər ki, alov taxta nəsə tapıblar, yandırıblar və işıqladıblar qabağını. Bir qrup adamlar irəlidə gedir və onların əlində önləri işıqlıdır. Əlində nəsə var, yandırıb gedirlər, elə zənn edirlər, uzaqdadırlar. Və səsləyirlərsə onları səsləyirlərsə, demək, onların məsafəsi də buradan başa düşürük ki, çox da aralı deyil, çox da uzaqda deyil. Yəni, onları eşidəcək məsafədə olacaq qədər, eşidəcək qədər bir məsafədədirlər. Neynirlər onları? Səslənirlər ki, nəzər salın bizə, baxın bizə, gözləyin bizi, biz də o işıqdan faydalanaq, biz də o işıqdan alaq. Onlar da nə cavab verir onlara? Nə cavab? Cavabında nə verirlər? Deyirlər ki, geriyə dönüb işıq axtarın. Yəni, burada sizin zənn etdiyiniz o işıq deyil. Siz ki, zənn edirsiniz ki, mən də fakirimi uzadaram, yandıraram və o işıqdan faydalanıb, mən də işıqladaram qarşımı, qabağımı gedərəm. O işıqdan deyil. Geriyə dönün. Yəni, biz bu işığı geri dediyi dünyadır. Yer kürəsidir. Biz indiki bu dünyadır. Biz indi yaşadığımız həyatdır. Biz yəni o işığı burada əldə eləmişik, bu dünyada əldə eləmişik. İnam gətirməklə, Allahın ayələrinə, yəni Allahın əmrlərinə boyun əyib, təslim olub, bu həyatı sürmüşük və Allah bizə bunun müqabilində mömin olaraq nəsib edib, ehsan edib, hədiyyə edib bizə bir nur, işıq və bu işıq bu işıqdandır. Yəni, sizin zənn etdiyiniz alov, əlinizdə bir şey elə deyil. Sən də o işıqdan əldə eləmək istəyirsənsə, sənin bircə yolun var, geriyə dön, geriyə. Ged oradan o işığı axtar. Yəni, burada belə bir işığı əldə edəməzsən, artıq gecdir burada. Təbii ki, bunlar deyənlər də bilir, eşidənlər də bilir ki, artıq geriyə yol yoxdur. Keçmiş zamana dönmək mümkün deyil. Ancaq irəliyə getmək artıq lazımdır. Geriyə yol yoxdur. Və onlar neynir, nə düşünür? Həmin o münafiqlər burada düşündükləri kimi ki, tək ki mən xeyir əldə edeyim, tək ki mən istədiyim olsun, tək ki mən öz xeyrimi əldə etmək üçün fərq etməz ədalətlə, ədalətsizlik yolu ilə, haqam, batiləm, düzəm, əyriyəm, o mənim üçün nəyi yoxdur, bir fərqi yoxdur. Əsas odur ki, mən onu əldə edeyim və salam. Və elə zənn edir ki, orada da həmin buradakı kimi o qayda ilə mən gedib əldə edəcəm. Gedərəm, ya yanında dayanaram, ya bərabər yol gedərəm, ya qarşısını kəsərəm, qolum güclüdürsə, onun qarşısını kəsərəm, əlindən dartıb alaram onu, qalib gələrəm ona, o ışığı əlindən alaram, özüm istifadə edərəm o ışığı. O elə düşündüyünə görə neynir? Başlayırlar onların arxası ilə qaçıb getməyə ki, o istiqaməti onlara gəlib çatsınlar, o ışığı onlardan alsınlar, əldə etsinlər onu, onlara çatsınlar. Gedəndə də nə olur? Deməli, onların arasına, onlara gəlib çatmaq istəyəndə arasına qapısı olan bir sədd çəkəcək ki, demək sədd çəkilir. Elə bir sədd çəkilir ki, nə olur o sədddə, nə sədddir o? Onun iç tərəfində mərhəmət var, onun çöl tərəfində isə əzab var. Demək,
Bətinuhu fihi rəhmətu. Demək, batin tərəfi, onun batin tərəfi, yəni batin ərəb dilində gizli olandır, qapalı olandır, gizli olandır, batin tərəfdir. Və zahiruhu, zahir tərəfi isə, yəni görünən, aşkar olan tərəfi isə nədir? Əzab. Əzab tərəfi, əzabdır. İndi, demək, Allah başqa ayələrdə nə deyir? Möminlər üçün, müsəlmanlar üçün neçə-neçə nə hazırlanmışdı? Hazırlanmışdı onlar üçün, deməli, cənnət olan neymətlər, neçə-neçə sürprizlər, neymətlər, elə bir neymətlər hazırlanıb ki, onu heç bir göz, heç kim onu görməyib. Onu hazırlamışdı deyir, kimlər üçün? Onu hazırlamışdı müsəlmanlar üçün, möminlər üçün. Yəni ki, o, həmin səttin bu tərəfi rəhmətdirsə, demək, onlar üçün, demək, gözəl bir şeylər hazırlanıb ki, bunlar üçün bu batindədir. Bunlar onu görə bilməz. Onlar ondan faydalana bilməz. Bunların o zahir tərəfi ki var, əzab tərəfi. O əzabı onlar görəcəklər. Amma o batin tərəf ki var, içindəki rəhmət var, o tərəfi onlar görə bilməyəcəklər. Onlar üçün ora keçid mümkün deyil. Onlar üçün o gizlidir, onlar üçün o bağlıdır, örtülüdür. Və o sədd çəkiləcək ki, o sədddən onlar bu tərəfə, həmin o rəhmət tərəfə, həmin o müsəlmanların, möminlərin tərəfinə nə edə bilməyəcək? Keçid eləyə bilməyəcək, keçə bilməyəcək. Və nə olacaq o zaman? Demək, sədd çəkilir, müsəlmanlar tərəfində rəhmət, münafiqlər tərəfində nə olacaq? Əzab olacaq. Onlara səslənəcəklər. Demək, onlar yenə nə edirlər? Durmurlar. Onlar yenə panikaya düşüblər. Sıxıntıya, panikaya, problemə, qorxurlar. Artıq səslənməyə başlayırlar. Qışqırıb səslənməyə başlayacaqlar ki, məgər biz sizinlə birlikdə deyildikmi? Məgər biz bu dünyada yaşarkən sizinlə bərabər deyildikmi? Allah deyir ki, o gün onlar bir-birini tanıyacaq. Yəni, orada qohumlarını da tanıyacaqsan, dostlarını da tanıyacaqsan, ondan sonra kimi ki burada tanıyırdın, orada da eyni ilə həmin adamları tanıyacaqsan. Ki Allah Quranda deyir ki, sizi bir-birinizə şahid gətirəcəyik, sorğu-sual olunacaq. Kim kimi haqsızlıq edib, kim kimi haqqı deyib, kim kimi ilə nə olub, necə olub, zərrə olsa, ağırlığı zərrə qədər də olsa, onlar onu deyir görəcəklər, hesab kitab olacaq. Yəni ki, heç kim etdiyi əməli, heç kim etdiyi şeyləri zənn eləməsin ki, gəlib yan keçəcək və örtüləcək. Allah deyir ki, göylərdə olsa, yerin tərkində olsa, ağırlığı zərrə də olsa, xardal dənəsi ağırlığında olsa belə, Allah onu ortaya gətirib çıxardacaq, ondan hesab alınacaq. Hətta deyir ki, biz onların niyyətini belə yazırıq. Hətta əməl bir tərəfə, hətta beynində, qəlbində nə niyyətin olubsa, o niyyət də hətta yazılacaq. İndi burada nə deyirlər? Məgər biz sizinlə birlikdə deyildikmi? Bu suala indi birlikdə deyildik nə deməkdir və onlar, möminlər onlara nə cavab verir? Onu artıq ikinci hissədə, çünki mənim vaxtım bitdi, ikinci hissədə inşallah bunun davamiyyətini eləyəcəyik. 1-2-3 ayə qalıb. Onu da, o 2-3 ayəni də Allahın izni ilə sabah ya birisi gün, 1-2 gün içində inşallah daha geniş açıqlanacaq. Açıqlayarıq ki, bu sözlə nə demək istəyirdi? Biz sizinlə birlikdə deyildikmi? Biz sizinlə bir yerdə namaz qılırdıq, biz sizinlə bir yerdə məscidə gedirdik, oruç tuturduq, biz sizinlə bir evdə yaşayırdıq, bəzilərinin qardaşı olacaq, bəzilərinin qohumu olacaq, bəzilərinin dostu olacaq, bəzilərinin iş yoldaşı olacaq, bəzilərinin və bu şoka düşəcəklər ki, necə ola bilər? Biz də müsəlman olmuşuq, biz kafir deyildik, biz müşrik deyildik, biz də deyirdik ki, la ilahe illallah, biz də qəbul edirdik Allahın təkliyini, varlığını, biz də Peyğəmbəri qəbul edirdik, Allahın kitabını qəbul edirdik, yəni qəbul edirdik deyəndə ki, yəni inkar eləmirdik. Ki Allah Quranda deyir ki, 29-cu surədə deyir ki, məgər onlar biz inam gətirdik demələri ilə onları imtihan edib, onlardan əl çəkib imtihan olunmayacaqlarını mı sanırlar? Onlardan kimisi yalancı, kimisi haqdır, doğrudur. Biz onları mütləq ayırt edib ortaya çıxardacağıq. İndi, yenə deyirəm, davam edərik Allahın izni ilə. İnşallah ikinci hissədə